Bəziləriniz deyəndə deyəcəksə, Qabil, sən belə adamsansa, belə adamsansa Qabil, bəs Allahdan istə, öyle Allah sağ verər də. 10 gün bəziləriniz deyər ha burada, deyər bəziləriniz. Deyəcək elə 10-12 gündür sən elə məhkəmələrə, təhlükəsizliyinə kömək istədin. Cəmi 400 euro yığıldı. 350 sən əlinə çatmaya. Belə, qardaşlar, birincisi, hər zaman belə olubdur. İndi 2-3 dənə yaxşı qardaş çıxıb, məni palajı ilə çıxardacaq, o aydın məsələdir. Hər zaman belə olubdur. Hər zaman, ən çox nə yığılıb? 1600. Ən az nə yığılıb? 600 dollar. Uzaq başı cəmi cümlətən nə qədər Qabil özünə maddi yardımda bulunubdur? Uzaq başı 7 dəfə. Amma nə qədər məhkəmələrə, təhlükəsizliyimə pul xərcləmişəm bilirsinizmi? Hələ başqa şeylər demirəm ha. Kimlərəsə kömək, yardım, əl tut, bunlar demir. Elə təcə məhkəmələrimə heç olmasa hesabı 70, 80, 100 min. Bəli, boğazından da kəsmişəm. Allah məni qoruyacaq, Allah məni bir yerdən qapı açır, narahat olmayın. Narahat olmayın. Halimdən o qədər də, necə deyərlər, narazı deyiləm. Ancaq və lakin, dəyərli həmvətənlərim, mən acılar çəkmək üçün bu dünyadayam. Mən acılar çəkmək üçün bu dünyadayam. Mən heç vaxtı mən ağ gün görməmişəm bu dünyada. Sağ prezident olsam da, yenə küçədə, kənddə, bil, gəzəcəm. Hamının problemi, hamının dərdi o Paşinyanki gündə küçələrdədir ha. Ondan betər olacam, xalqın içində olacam. Mən 10-cu sinifə qədər harda oldum bilirsinizmi? Harda oldum? Gecələr səhərə kimi Sovet hökumətindən heyvanlarıma ot daşıdım. Gecələr yatmırdım, ot daşıyırdım, ot oğruq eləyirdim. Əlimlə ot cücələrimə biçirdim. Yonca biçirdim əlimlə heyvanlara. O tarmağa yeri yox idi. Bir yolun qırağında hərrəməliydin heyvanını. Hər yer üzüm sahəsi, hər yer yonca sahəsi idi. Gecə səhərə kimi ot biçirdim heyvanlarım üçün, ac qalmasın. Sonra nə qardım? Bir də bağımızda yox idi, bəzən bağlardan meyvə də götürürdüm, ya üzüm oğruğuna gedirdim. O da öz yeməyimiz üçün. Yeməyimdən artıq götürməzdim, ay tövbə. Sonra nə oldu, hara getdim? Orduya getdim. Gecəm günüzüm olmadı. Daimi əskərlərin başının üstündə, onların belinə banka qoy, belini yodda, onları sağalt, pis şəraitdə xidmət elədim, oxudum, xidmət elədim və yenə də insanların gecə və gündüz xidmətində oldum. İndi nə deyəm, indi nə qarıram? Yenə də xalqın gecə gündüz xidmətindəyəm. Sizdən ayrılıram, elə bilsən yatıram. Təbbata, o xəbər, bu xəbər, o devlət, o adam, bu adam. Ay qardaş, mən bu dünyaya məzlumlar üçün gəlmişəm, acılar çəkmək üçün gəlmişəm. Kətdə də qalanda orasını demədim, 5, 6, 7 il, 10 il, 15 il qaldı axı. Deyim də 2011-dən, 17 yox, ondan, 17 il də Tovuzda qaldım axı. 7 ildə mənim bir dənə kətçim, qonşum deyənməz ki, mənim uşağım xəstə idi, Qabil evində rahat yatdı. Mənim uşağım xəstə idi, ya bir qohum, ya tanış, ya kətçi, kim olur olsun. Hələ bir də göz o bir kətdən də kömək istəyirdilər. Bircə nəfər deyənməz, uşağım qızdırmadaydı, uşağımın çöpü mü var idi, uşağım xəstə idi, Qabil evdə rahat yatdı. Bir köpək oğlu deyənməz o. Sabahda hansı vəzifəni mənə layiq bilsəniz, gecə və gündüz xalqın xidmətində olacaqım. Deməli, özümüz barədə, müəyyən şeylər barədə danışdıq. Belə şeylər də yaxşıdır. Çünki bəzən deyirlər, ay Qabil, özün barədə ilə 40 dəqiqə danışdın, başına dönün, bu nədir, ya burada lazımsız blok edər barədə. Ay qardaş, sabah hökumət seçəcəksiniz. Mənim məvaqda 4000-ə qədər adam izləyir, 3000 orada, 1000-ə qədər adam, 4000-ə qədər yaxın adam izləyir iki platformada. Sabah da indi nə qədər izləyəcək, 4000 adam elə belə qüvvədə ölə ki.
10 minlərlə insan var ki, birbaşa Qabilin beyninin içine oxuyurlar. Bunlar burada o qədər biz saatlarla, heç öz uşağınla o qədər saat bir yerdə ünsiyyətdə olmur, Qabildən bir yerdə efirdədir. Sanki mənlə danışırlar insanlar. Yatanda mənlə yatır, mənlə durur, yoxsuna da girir Qabil. Yəni, sabah prezident seçkilərdir. Ölümünə mübarizə aparmaq lazımdır. Əli Kərimin o boyda partiyası var. And olsun Allaha. Manyak kimi məni sevənlər var. Elə bir partiyadan da üstün mənim yanımda olanlar. Ondan da çoxdur. O Əli Kərimi sevənlərdən də çoxdur. Belə vaxtı özümüzün təbliğatımıza aparmaq, planımızı demək, müəyyən, bu daha yaxşıdır. Çünki sabah çox vaxt olmayacaq, az vaxt olacaq. Özdə üstəlik, sabah deyəcəm, xaricdə, Allah İlham Əliyevin canını heç sağ eləməsin. İlham Əliyev hansı yaxşılıq elədi bilirsinizmi? Mənə. Hansı yaxşılıq elədi İlham Əliyev? 2 dənə yaxşılıq eləyib, xəbəriniz yoxdur. İlham Əliyev özü də bilmədən xalqımıza və mənə İlham Əliyev özü də bilmədən xalqımıza və mənə 2 dənə çox böyük yaxşılıq eləyib. Çox böyük yaxşılıq eləyib. Birincisi İlham Əliyev nə yaxşılıq eləyibdi? Mənə. Hamı belləyirdi, müxalifətli iktidarı belləyirdi. Müxalifətli iktidarı belləyirdi. Xaricdə danışmağa nə var? Xaricdə bu qədər adamları İlham Əliyev öldürməyinlə, 2 mən qarışıq bu qədər də adamları yaralamağınla, bu qədər də siyasi fəalları yaralamağınla, öldürməyinlə İlham Əliyev xalqa belə bir mesaj verdi. Daha belə şey ortaya çıxmır da. Bir dənə video paylaşırdım, 90% yazırdı, xaricdə danışmağa nə var? İndi artıq sənin nəslinin yarısı xaricdədir. Rusiyada, Türkiyədə, Avropada. Təkcə Avropada 1 milyona yaxın adam var, Amerikada 1 milyon 200 min. Danışmaq elə yaxşı şey idisə, niyə danışmırlar onlar? Azərbaycanda danışılan kimi, Rusiyada niyə danışmırsınız? Yəni, xaricdə danışmaq hasan idisə, artıq belə söhbət yığışdırıldı. Xaricdə danışmaq daha çətindir. Bax, Avropada bir dənə aksiyada plakat qaldıran, diktator deyən oğlan 8 il türmədədir içərdə. İçərdə 8 il. Amma Azərbaycanda yüzlərlə oğlan var ki, yüzlərlə mitingdə o qədər diktatorda deyib, o qədər kameraya düşən, uzağa 15-20 sutka yatıb, düzdür. Bəzi öndərlər var, öndə gedənlər var, Niyaməddin kimi, Əzamin kimi, onlar heç, onlar uzun müddətli, onların günahı böyükdür. Amma Avropada bir dənə diktator demək 7 ildən başlayır. Dəyərli vətənlərim. Deyəcəz, yəni mənim üçün sabah prezidentliyim önündə sabah kimlərsə də birdən orada prezidentliyə namizədlər olacaq, Tural Abbaslı ola bilər. Nə bilim, orada var da, Ümid Partiyası rəhbəri ola bilər, Əli Kərimli ola bilər, Seymur olsun, ola bilər başqası olsun. Deyəcək, xaricdə danışmağa nə var deyənməz artıq. Çünki xaricdə danışmaq daha təhlükəlidir. İkinci bir yaxşılıq İlham Əliyevin özü də bilmədən bir yaxşılıq elədi İlham Əliyev, xalqımıza yaxşılıq elədi. Yəni, bu mənim prezidentliyimin önünün, burada səsim gəlirmi dostlar, yazın. Yazın dostlar, səsim gəlirmi? YouTube izləyiciləri yazın, səsim gəlirmi? İlham Əliyevin, yəni bu mənim prezidentliyimin önünü açan bir səbəblərdən biri oldu. Amma vurulanlara Allah yenə də şəfa versin, hələ də sağalmayanlar var. Və dəyərli vətənlərim, dünyasını İlham Əliyev tərəfindən vurularaq, İlham Əliyevin killerləri tərəfindən öldürülərək dünyasını dəyişənlərə də Allahdan rəhmət diləyirəm. Yaxınlarına baş sağlığı. Və ikinci İlham Əliyevin ən çox İkinci İlham Əliyevin bizə xeyri nə oldu bilirsinizmi? Xalqımıza. Buna mən cəhənnəmdən doğan günəş deyirəm. Biz yaxşı yaşasaydıq Azərbaycanda. Baxın ha. Biz Azərbaycanda yaxşı yaşasaydıq. Nə olacaqdı? Gəlin mənə baxın, Türkmenistandan.
Türkmenistan'dan mənə adam göstərin. Almaniyada, Fransada, İsveçrədə, Amerikada, Kanadada, Braziliyada, Yaponiyada, Avstraliyada, Çində, Çilidə. Ha, heç harda yox deyə. Özbekistan, Tacikistan biraz yaşayış var. Xalqa şərait yaradıblar deyə. Oradan dünyanın heç bir yerində adam yoxdur. Biz elə bir millətik ki, hələ Heydər Əliyev bunu demişdi ha. Bu xalq qıraqda işləmək, gəlib soğan çörək tapsın evindən çıxmasın. Hətta Rusiya ilə belə getmək istəmirdi. Amma Heydər Əliyev istəyirdi evlənənlərin çoxu ermənidən ruslarla evlənsin. Milli kimliyimizi itirməyimizi istəyirdi Heydər Əliyev. Ancaq baxın, bayaqdan 40 dəqiqədir baxıram, 40 dəqiqədir. YouTube'da baxış sayımız 2958 idi, indi oldu 3500. 40 dəqiqədir elə gedir, 2958. Hə, bir qoyun dala qabağa geçsin də, axarına buraxın da. Neyse, Heydər Əliyev özü də bunu demişdi, bizim millət qırağa, həqiqətən elə idi, əskəriyə istəmirdi uzağa düşsün, pul verib yaxına saldırmaq istəyirdik. Orada düşəndə spesnaza xüsusi təyinatlara istəmirdi, istəyirdik Stroybatda olsun, Xozvodda olsun, Xəsa istimli vızodlarda, bölmələrdə. Yəni, indi baxın, əgər ölkəmiz yaxşı yaşasaydı, Türkmenistan kimi, düzdür, orada diktaturadır, amma yaşadılar insanı. Özbekistan kimi, Türkmenistan kimi, orada insanların yəni acından ölməmək üçün xaricə getməsəydi, yaşasaydı, bizim bu qədər gənclərimiz indi, baxın, dünyanın hansı ölkəsinə qarmaq atırsan, Azərbaycanlılar, elə ölkələr var, 100 minlər, milyonlarlandır. O gənclərimizin minlərlə, 10 minlərlə ən gözəl ixtisaslara yələnmiş gənclərimiz var. Hər yerdə. Ta Meksikadan tutun, Çilidən, Braziliyadan tutun, Şri Lankadan tutun, nə bilim o düz Kanada, Amerika, o Venezuela'dan tutun, ta Çin, Yaponiya, Koreya, Avustraliya, hər yer, hala Avropanı demirəm, da Avropa evimizin içidir. Hər yerdə Azərbaycan gəncləri kütləvi surətdə, necə deyim, böyük ixtisaslar alıblar. Çox böyük nailiyyətlər əldə ediblər. Onlar hamısı Azərbaycanımızı bilirsiniz necə çiçəkləndirəcək? Bilirsiniz Azərbaycanımızı necə gələcəyə, xoşbəxt gələcəyə çatdıracaq? Bilirsiniz?